Qaradağ rayon icra hakimiyyəti və əmlak məsələləri dövlət xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində Bakı şəhəri Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov və başqa vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb. Onlar rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilirlər. Modern.az-ın xəbərinə görə Nadir Muradovun adı mediaya yad deyil. Ona hələ 2 il öncə rəsmi şəkildə xəbərdarlıq olunub. Belə ki, 2023-cü ilin noyabr ayında Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Bakı ətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib. Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr vaxtı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də rayon icra hakimiyyətinin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ icra başçısının müavini Nadir Muradov və Binəqədi icra başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan olunub.